yerişin əslində estetik bir məqsədi yoxdur və bu olmamalıdır. Nəyə görə? Çünki bayaq mən izah elədim. Səhv yerimək nəticəsində sınıqlar, qırıqlar, əzələ problemləri, oynaqlarda problemlər, özdə ciddi problemlər və sınıq, siz elə belə nəzərə tutursunuz, sınıq. Sınıq elə belə şey deyil. Qalça sınığı, məsəl üçün, but sümüyündə sınıq. Bunlar bir insanın itirilməsinə səbəb ola bilər, insanın ömrü boyu əlil qalmasına da səbəb ola bilər. Digər səbəblərdən başqa önəmli problemlərə də səbəb ola bilər. Yəni, o elə belə yanaşmaq olmaz bunlara və mən xüsusən də bir balaca yaşlı olan insanlara bu şeylərə daha çox diqqət etməli olduğunu fikirləşirəm. Hamının diqqət etməsi lazımdır. Xüsusilə də yaşlı insanların daha da çox diqqət etməsi lazımdır. Və əzizlərim, biz dünyaya gələndə yeriyə bilmirik və bizə heç kəs yeriməyi öyrətmir. Doğru yerimək necə lazımdır, onu özümüz yaşayaraq öyrənirik. Və beynimiz ən düzgün proqramlayır doğru yeriyişi. Doğru yeriyişdə necə olur? Deməli, daban, öncəki ayaqdakı, qabaqdakı ayağın dabanı yerdədir. Yəni, yeriş buradan başlayır təbii ki. Ayağın dabanı yerdə olmağı ilə yeriş başlayır. Sonra pəncə yerə dəyir. Mən qabağa ayağımı atmaq istəyirəm. Deməli, arxadakı ayağın pəncəsi yerə dəyir. Sonra eyni vaxtda həm də elə ki, dizdən bükülür, pəncə yerə dəyir. Sonra diz açılır. Ondan sonra həmin o arxadakı artıq keçdi qabağa. Qabaqda dabanı yerə dəyir, sonra da pəncəsi yerə dəyir və elə bir müddət olur. Yerişdə ən azı hökmən bir ayaq yerdə olmalıdır və yerişin fazasında hər iki ayağın yerdə olduğu fazada var. Bu normal yerişdir. Yəni, burada abduktor əzələlərində funksiyaları var, adduktor əzələrində funksiyaları var və biz normalda belə yeririk. Amma həddindən artıq adduksiya, yəni ayağı daha çox içəriyə aparmaq, bu yanlış bir yerişdir. Çünki nəyə görə? Bu müvazinətin pozulmasına səbəb ola bilər, insan yıxıla bilər və əzələləri həddindən artıq yüklüysən burada. Bu daha çox enerji sərfiyyatı deməkdir və ən böyük problem isə balansın pozulması, insanın yıxıla bilməsi, yıxılanda da sınıqların olmasıdır. Və yerişin əslində estetik bir məqsədi yoxdur. Biz ən düzgün yerişi öyrənmişik. Bunu heç kəs bizə öyrətməyib. Təbii ki, bütün insanlara bu aiddir və əksər insanlara aiddir, xəstələrdən başqa. Beynin ən düzgün proqramlayır yeriməyi normal insanlar üçün. Və sonradan bunlar normal yeriş necə olmalıdır?